İntensiv yağışlar paytaxtın bir sıra ərazilərində ciddi fəsadlara səbəb olub. Qaradağ rayonu və Masazır kəndində avtomobil yollarının çökməsi ərazidə təhlükəli vəziyyət yaradıb. Son günlər yağan intensiv yağışlar Ceyrankeçməz çayında sel sularının artmasına səbəb olub və nəticədə çayın üzərində yerləşən körpü uçub. Sakinlər isə körpünün üzərində bu gördüyünüz qaz borusundan istifadə edərək 20-25 metr hündürlükdən çayın digər sahilinə keçməyə çalışırlar ki, bu da onların həyatına ciddi təhlükə yaradır. Əlavə olaraq burada alternativ yol mövcud idi sakinlərin istifadəsi üçün, lakin yağış nəticəsində bu yolda yararsız hala düşüb. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə bildirdilər ki, Qaradağ rayonunun Umbaki qəsəbəsindəki çökən körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq. Avtomobillərin hərəkəti alternativ yolla təmin olunur. Su çəkildikdən sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq tədbirlər görüləcək. Digər bir çökmə hadisəsi isə Masazır kəndindəki avtomobil yolunda baş verib. Abşeron rayonu Masazır kəndi Zəngilan şəhərciyinə gedən yol yeni təmir olunmasına baxmayaraq bir hissəsi çöküb. Hadisə qeyd alınan kimi dərhal ərazi agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirlər görülüb, hərəkətin təhlükəsiz təşkili təmin edilib. Aparılmış ilkin araşdırmalara əsasən çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub. Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib. Agentlikdən bildirdilər ki, qeyd edilən ərazidə vəziyyətin stabilləşdirilməsi və qəzanın aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Lalə Allahverdiyeva, Nərmin Malik qızı, Mirəziz Mirəlioğlu, Kəmran İsayev, ATV xəbər.